hardasan Ofuş? Yoldayım, geldim. Ofuş, problem baş verib. Ne oldu? Ben yolda sürürdüm, bir dənə axman birisi karşıma çıktı. Başım problem yarandı, polis saxlamaq istəyirdi. Mən də saxlamadım da, sürdüm getdim. Şimdi post patrol çağırıblar ki yani tabi olmadım da əmrə, saxlamamışam. Ben görmemişim de. Yok 15 sutka yaparlar məni. Ofuş ya da deyir ki burada bir dənə yaxşı olan var, deyir ki denən ki evdə kimisə halı pis olubdu, cərimə ilə qurtarmaqda. O da gələcəklə evə yoxlamaq ki, doğrudan elə şey olub yoxsa yox. Sən nəsə eləyə bilərsən Ofuş? Ne kadar müddete gelecekler? Nə qədər uzadım, bacardığım qədər uzadarım da. Bacardığın kadar uzak taraftayım. Taraftayım ben. Kibritçideyim. Sən necə eləyə bilərsən? Göy yıxılmısan, halın pis olub, elə bir şey eləyə bilərsən. Eləyəcərəm. Belə şeydə də elə bir ki, qonaq otağını belə çox təbii eləyə bilərsən Ofuş, yoxsa mən elə şeylə başqa yerə zəng eləyim. 15 sutka seni tutacaklar. Ya 15 sutka deyir, əgər cərimə qurtarıb ki, sən yəni bu bilmək istəyən olub da, yəni kimsə halı pisləşibdi, özündə olmamısan. Sən onu tez təşkil eləyə bilərsən. Aha, çatakıza kadar gidemedik. Nə qədər vaxt olacaqsa? Yarım saate umarım. Yarım saat umarım. Ora çatana yaxın mən elə bir ki, xəbər elə, mən də bunları götürüm gəlim də. Amma təbii alındıra biləcəksən də. Hadi kızım, neşten aldıracağım. Yaxşı, oldu canım. Çok narahatam. Ofuş. Ben bunun %50% zarafat olduğunu düşünürdüm. Bak sen canvan içiyorum. Ama sırf o geriye kalan %50% seni riske atmamak. Çünkü sen tutmazdın orada. Ben burada oyun oynamışım. Sen böyle değil mi bu? Ben seni istiyorum. Niye? Sen nece düşünebilirdin ki ben 15 tutka yapabilirler Ofuş? Hakikaten cidden ben nece loh adamım ki ben buna inandım da yani. Ki sen isterşipti. Biz gözlük sen vaxt veriyoruz Ege. Çok koyuram Ege. Sen söhbət sənsən, mövzu sənsən çünkü. İntiqamım çox ağır olacaq dayan. Bax eləyəcəm heç nəyə görə mən əsəbləşmək yoxdur. Amma hazır olacağım. Görərsən.